Salam, belə bir suala baxaq. Bizə deyir ki, sıxlığı 1,2 qram bölü millilitr olan 425 ml orta fosfat turşusu məhlulundan amonyak qazı keçirdikdə məhlulun kütləsi 10% artmışdır. Reaksiyaya daxil olan amonyakın həcmini müəyyən edin. Demək, bizə sıxlığı verib 1,2 qram bölü millilitr. Həcmi də verib 425 millilitr. Hər ikisində millilitr olduğundan elə olduğu kimi saxlayıram, litrə çevirmirəm. Sıxlıq və həcm varsa biz burada məhlulun kütləsini tapa bilərik. Necə? Rho vur V düsturundan istifadə etməklə. 1,2 sıxlığımızdır, həcmimiz də 425. Edəcək məhlulumuzun kütləsi 510. Demək, ilkin məhlulumuz 510 imiş. Sonra deyir ki, buradan amonyak qazı keçirdikdə məhlulun kütləsi 10% artmışdır. Yəni məhlulumuz 510 idi, 10% artıb. Nə qədər artım deməkdir? 51 qram artıbdır. Bu 51 qram artma nəyin hesabınadır? Amonyakın hesabınadır, yəni qazın hesabınadır. Amonyak keçirilib sonra artıb. Demək elə bu 51 qramımız nəymiş? Amonyak imiş. Bizə deyir ki, reaksiyaya daxil olan amonyakın həcmini müəyyən edin. Tapdıq ki, amonyakımız neçə qramdır? 51 qramdır. Bunun indi həcmini müəyyən etməliyik. 51 qram amonyak neçə litrdir? Bilmirik. Amonyakın emeri nəyə bərabərdir? Bizə veribdir. 17. 17 qram amonyakımız neçə litrdir? 22,4. Buradan da tapırıq. Edir 67,2. D variantı.